Son zamanlar sosial şəbəkələrdə özəl klinikalarda çalışan həkimlərə qarşı bir növ səlb yürüşünə başlanılıb. Bunun da bir çox subyektiv səbəbləri var. Ancaq bizi başqa bir məsələ maraqlandırır. Belə ki, bəzi şəxslər pasiyent qismində özəl klinikalara daxil olur, qanuna müvafiq qaydaları kobud şəkildə pozaraq, şəxsin icazəsi olmadan onun görüntülərini qeydə alır, daha sonra isə klinikada çalışan həmin həkimlə əlaqə saxlayaraq özünü pasiyent kimi yox, jurnalist kimi təqdim edir. Məsələnin mahiyyətini dərindən araşdıranda məlum olur ki, həmin şəxslərin heç jurnalist təhsili belə yoxdur. Onlar jurnalist adından sui-istifadə edərək qanunazid hərəkətlər edirlər, şəxsin icazəsi olmadan onun görüntülərini qeydə alırlar, sanki orada pasiyent obrazı yaradırlar. Bir növ həkimlə sıx təmas quraraq əməliyyat prosedurlarının hansı formada icra olunması ilə bağlı şərtləri öyrənirlər. Burada diqqət çəkən məqamlardan biri də odur ki, özünü jurnalist kimi təqdim edən şəxslərdən biri özəl klinikalardan birinə daxil olaraq orada həkimlə söhbət edir, pasiyent obrazı yaradır və daha sonra isə heç bir tibbi müayinədən keçmir, heç bir cərrahi əməliyyat üçün hər hansı bir ödəniş ödəmir, amma buna baxmayaraq həkim və onun köməkçisi ilə əlaqə saxlayaraq bildirir ki, müəyyən vəsait ona ödənilməsə, görüntüləri sosial şəbəkələrdə paylaşacaq və sözün həqiqi mənasında həmin həkimi şantaj edir. Bunun qarşılığında isə müəyyən maddi maraqlar güdür. Bu isə qanuna ziddir. Qeyd edək ki, özəl klinikalardan birindən kanalımıza daxil olan məlumatda bildirilir ki, özünə pasiyent kimi təqdim edən şəxs Sevil adlı xanımdır. Bu xanım iddia edir ki, o jurnalist fəaliyyəti ilə məşğuldur. Pasiyent jurnalist xanım həkimlə əlaqə saxlayaraq onun görüntülərini qeydə aldığını, videonu sosial şəbəkələrdə yaymamaq müqabilində müxtəlif tələblər irəli sürür. Onun tələbləri yerinə yetirilmədiyi halda isə həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb və həkimlə bağlı müxtəlif ittihamlar səsləndirib. Ümid edirik ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və obyektiv qiymət veriləcək. Çünki qeyd etdiyimiz bu hal ilk deyil və yəqin ki, bu gedişlə son da olmayacaq. Son olması üçün isə cavabdeh qurumların məsələyə bir əncam çəkməsidir.